Sinoptik xəritələrdə göstərilmiş, sinoptik xəritələr hər hansı ərazinin gündəlik olaraq hava şəraitinin göstəricilərini bir yerə toplayırlar və sinoptik xəritələrdə məlumat verilir hər hansı ərazinin iqlimi haqqında. Burada atmosfer yağıntıların növü, buludlu, atmosfer cəbirlər, küləyin istiqamət gücü və torpaq növləri amma göstərilmiş. 8-ci sinif kitabında var sinoptik xəritələr. Afrikanın uzqar qərb nöqtəsi hansı yarımkürədə yerləşir? Uzqar qərb nöqtəsi Almadidir. Seneqal dövləti ərazisində yerləşir. Şimal qərb yarımkürəsindədir. 14 şimal idarəsində yerləşir. Və Qrimistdən soldadır. Bakıdan şimal qütb dairəsinə qədər ən qısa məsafə, Bakıdan cənub tropikinə qədər olan ən qısa məsafə neçə kilometr azdır? Birinci hissəyə baxaq. Bakıdan şimal qütb dairəsinə qədər olan məsafə, ən qısa məsafə. Bakının meridianı, paraleli 40 şimal idarəsi. Qütb dairəsi. Qütb dairələri 66.5 şimal idarəsi. Ən qısa məsafəni tapaq. Deməli, biz Bakıdan bura doğru 0 azimutdan gedirik. Biz demişdik 0 və yaxud 360 azimutla və yaxud 180 azimutla gedirsə, deməli, meridianla gedir. Meridianla gedir. Meridian. 0, 160, bir də 180 azimutdan gedir. Meridianla gedir. Meridianın bir dərəcə qoysun uzunluğu 111 kilometr qəbul edirik. Gedilən dərəcə həqiqi məsafə. İndi burada 1 dərəcə 111 kilometr. Gedilən dərəcəyə baxaq. 40-dan 66.5-ə gedir. 40-dan 66.5-i tapmaq üçün 66.5 çıxılsın 40 bərabərdir 26.5. 26.5. Həqiqi məsafə. Həqiqi məsafə bərabərdir 111 vurulsun 26.5. 26.5. Həqiqi məsafə bərabərdir 2941.5. 2941.5. Bu oldu Bakıdan qütb dairəsinə qədər olan məsafə. 2941.5. Keçək indi ikinci hissəyə, məsələnin ikinci hissəsi. Bu birinci hissə. İndi ikincisi nə deyir? Bakıdan cənub tropikinə kimi. 40 şimal idarəsi. İndi isə cənub tropikinə gəlirik. Cənub tropikin dərəcə qiymət 23.5 cənub idarəsi. Aşağıya doğru. Yenə 180 azimutdan gəlirik. 180 azimutdan gəliriksə, deməli meridianla gedirik. Tənasib quraq. 1 dərəcə 111 kilometr. Gedilən dərəcə, gedilən bucaq, həqiqi məsafə. 1 dərəcə 111 kilometr. Gedilən dərəcəni tapaq. 40-dan düşüb 23.5-ə. Burada orta 0 var. Fərqli yarımkürələrdir. Biri 40 şimal idarəsi, biri 23. Gedilən dərəcə bərabər. Əgər fərqli yarımkürələrdədirsə, biri şimal, biri cənubdadırsa, bunları toplayırıq. 40 üstə gələ 23.5 bərabərdir 63.5. Deməli, bizim gedilən dərəcəmiz 63.5 oldu. Yerinə qoyaq, yazaq. 63 burada. 15 həqiqi məsafə. Biz həqiqi məsafəni tapa hesablayaq. Həqiqi məsafədə bərabərdir. Bərabər çarpaz vururuq. 63.5 vurulsun 111. 63.5 vurulsun 111. Həqiqi məsafə bərabərdir 7048.5. Tapdıq. Bakıdan tropikə kimi 7048.5. Neçə kilometr azdır deyir. Gəlin fərqini tapaq. Deməli, 7048.5 çıxılsın 2941.5.
2941/5. 0, 7, 0, 1, 4. Deməli, 1 vergül burada olur. 4107. B variantı. Bir daha deyirəm. Məsələ həllərinə birinci hissəni edirik. Çəkirik və keçirik ikinci hissəyə. Ardıcıllıq mütləqdir. Türkiyənin bir bölünsün 1 milyon miqyaslı divar xəritəsində 1 milyon divar xəritəsində Afrikanın, daha doğrusu Ankara 40 şimal, 33 şərq uzunluğu və Ərzurum 40 şimal, 41 şərq uzunluğu məsafə 72,5 sm. Orası neçə kilometr? Təhrif olduğunu. Təriflər biz kürə səthdən müstəvi səthə keçən zaman təriflərin olduğunu bilirik. Təriflər forma, bucaq, sahə, məsafə tərifləri var. Bu da bir daha deyirəm. Bunun səbəbi kürədən müstəviyə keçdiyimiz üçün yer kürünün kürə formasındadır. Xəritə isə düz forması, müstəvi üzərində keçdiyi üçün bu təriflər baş verir. İndi burada məsafə tərifindən soruşur. Birinci biz verilənləri yazaq, olmayanı tapaq. Sonra isə tərifdə səhvlərdir. Yəni neçə kilometr səhv var. Birinci biz tərifi tapmaq üçün uzunluq tərifini miqyasından hesablayırıq. Birinci uzunluğu miqyasından tapırıq. Uzunluq tərif bərabər. Uzunluğu biz meridian paralelinin dərəcə torundan tapırıq. Dərəcə torundan uzunluğu tapırıq. Çıxırıq. Uzunluq miqyasına. Uzunluğu dərəcə torundan tapırıq. Çıxırıq. Uzunluğu miqyasına tapıb çıxırıq. Bu olub tərif. Yəni uzunluq tərifi tapmaq üçün uzunluğu dərəcə torundan paralel və meridiandan tapırıq. Sonra uzunluğu miqyasını tapıb çıxırıq. Birinci, deməli biz verilib, miqyası verilib. Gəl miqyasını tapaq, sonra uzunluq fərq yoxdur. Gəl uzunluğu tapaq birinci. Deməli, Ankara yerləşir 40 şimal dairəsi 33 şərq uzunluğu. 40 şimal 33 şərq uzunluğu. Bu Ankara. Sonra Ərzurum 40 şimal, yenə eyni paraleldədir. 41 şərq uzunluğu. 41, buraya yazaq. 41 şərq uzunluğu. Bu da Ərzurum. Ərzurum. Deməli, bunlar ikisi də paralel üzərində, eyni paralel üzərində. Hansı azimutdan gedir? 90 və yaxud da 270 ilə gedir. Bir-birinə gedən zaman. Ərzurumdan Bakıya, daha doğrusu Ankaraya, Ankaradan Ərzuruma. Ankaradan Ərzuruma 90 azimut, Ərzurumdan Ankaraya 270. Deməli, biz 270, 90 azimutdan gediriksə, nə hesablayacaq? Paralellə. Gəlin baxaq. Paralelin dərəcə qiyməti 1 dərəcə. Paralelin hansı paraleldir? 40 şimalinə baxırıq. Bunun 1 dərəcə bölsün uzunluğu neçədir? 85/4. Gedilən dərəcə, daha doğrusu həqiqi məsafə. Buradan yenə 1 dərəcə 85/4. Gedilən dərəcəyə baxaq. Biri 41 şərq uzunluğu, biri 33 şərq uzunluğu. Gedilən dərəcə bərabərdir. İkisi də eyni yarımkürədir. 41 şərq uzunluğu çıxılsın 33 şərq uzunluğu. Niyə çıxdı? Eyni yarımkürədir. 8. Deməli, gedilən bizim dərəcəmiz neçədir? 8 dərəcə. 8 həqiqi məsafə. Formada. Həqiqi məsafə bərabərdir. Həqiqi məsafə bərabərdir. 8 vurulsun 85/4. 85/4. Bu da bərabər, həqiqi məsafə bərabər 683/2. Deməli, biz uzunluğu dərəcə toru ilə tapdıq. Oldu. Buraya yazaq. 683/2 kilometr. Bunu tapdıq. İndi gəlin miqyasla tapaq uzunluğu. Sonra fərqini tapacaq. Bizim miqyas bərabər 1 bölünsün 1 milyon. Bunu gəlin kilometrə çevirək, bölək 100 min. Çünki 1 kilometr 100 min santimetrdir.
5-dən 0 silirik. 3, 5 qalır nə? 10 kilometr. 10 kilometr. Sonra nə verilib? Xəritəyə məsafə bərabərdir 72,5 santimetr. Tənasübümüzü quraq. 1 santimetrdə miqyas, xəritəyə məsafə, həqiqi məsafə. Yerinə qoyaq. 1 santimetrdə miqyas 10 kilometr. Xəritəyə məsafəmiz 72,5. Həqiqi məsafə. Formada eləyirik. Deməli, həqiqi məsafə bərabərdir 72,5 vurulsun 10. Bu da bərabərdir. Həqiqi məsafə bərabərdir 725 kilometr. Deməli, biz miqyasla tapdıq. 725 kilometrdir. Gətirək, qoyaq yerinə. Deməli, biz burada tərifi tapan zaman miqyasdan uzunluğu tapıb tərif dərəcə torundan tapılanı çıxmalıydıq. Biz yerlərini dəyişik yazmışıq. Deməli, miqyasla tapdıq. Uzunluq. Miqyasla tapdıq 725 kilometr. Biz miqyasla uzunluğu tapıb dərəcə torunun uzunluqdan çıxmalıydıq. Yerlərini dəyişik yazmışıq. Yəni, bunların yerini dəyişək yenidən. Təhrif bərabərdir ən doğrusu. Təhrif bərabərdir. Uzunluq miqyasla tapırıq. Çıxılsın. Uzunluq dərəcə toru ilə tapırıq. Bərabərdir. 725 çıxılsın. 683,2 bərabərdir. 683,2. Bunu çıxsa altıda. Deməli, 8. Burada 4 qalmışdı. 1. Bu da 4. 41,8. A variantı. Keçək növbəti. Konus kartoqrafik proyeksiyada tərtib olunmuş xəritədə 0 tərəfli xətt 70 dərəcə şimal paralelidirsə, biz dedik ki, müstəvidən, kürədən müstəviyə keçən zaman, yəni iri kürə forması müstəviyə keçən zaman müxtəlif proyeksiyalardan istifadə olunur. Silindrik proyeksiya, konus proyeksiya, azimutal proyeksiya, çoxuzlu proyeksiya. Bu proyeksiyadan biri də konus proyeksiyadır. Konus proyeksiyada kürə, yer kürəsi bir konusun içərisində yerləşdirilir və konusun içərisində yerləşdirilərək bu zaman onun hər hansı bir nöqtəsi konusa toxunur. Bu 0 tərəfli xətt əmələ gəlir. Burada deyir ki, 70 dərəcə paralel toxunursa, yəni bu paralel harada toxunursa, həmin ərazidə, həmin xəttdə 0 tərəfli xətt yaranır. Yəni, burada heç bir tərif olmur. Burada 70-ci paralel deyir. 70-ci paraleldə də yəni heç bir tərif olmur. Təsəvvür edin ki, bu kürədir, yer kürəsidir, bu da konusdur. Onun içərisində yerləşdirilib 70-ci paraleldə toxunur. Şimal paralelində, şimal ən dairəsi toxunur və burada heç bir tərif yoxdur. Tərif yoxdur. 0 tərifli xəttdir. Həmin o 70-ci paraleldir. Təriflər müvafiq olaraq daha böyük və daha kiçik olar. Aşağıdakı verilmiş enliklərdən hansında tərif müvafiq olaraq daha böyük, daha kiçik olar. Biz deməli, həmin bu 70 şimal ən dairəsində tərif yoxdur. Bu xəttdən uzaqlaşdıqca tərif artır. Yəni, nə qədər çox uzaqlaşsaq, bir o qədər tərif çox olacaq. Biz burada da 70-dən daha uzaqda yerləşən, birinci daha böyük, daha uzaqda yerləşən bu 47 şimal ən dairəsidir, 4-dür və daha kiçik. Daha kiçik isə 70-ə daha yaxın olandır. 70-ə daha yaxın olanda 1-dir. Deməli, cavab C variantı. Hansı xəritə təsvir olunmuşdur? Bu, deməli, sinoptik xəritədir. Buradan göründüyü kimi təzyiq xəttlər, izobarlar verilib, küləyin istiqamətləri verilib, buludluq verilib. Bunlar sinoptik xəritə.